Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağa. İnsanlar üçün elə bir dövran gələcək ki, onda şaha söz gəzdirəndən başqa heç kəs yaxın olmayacaq. Pis əməlli yalancıdan başqa heç kəs zirək adlandırılmayacaq və əməli düz olan insaflıdan başqa heç kəs zəif və aciz sayılmayacaq. O zaman Allah yolunda sədəqə vermək və mal sərf etməyi cərimə sayarlar. Qohumlarla get-gəl edərək əlaqə saxlamağa minnət qoyarlar və Allaha bəndəlik etməyi xalqdan üstünlük amili hesab edərlər. Həmin dövrdə padşahlıq kənizlərin məsləhət və məşvərəti, uşaqların hökmdarlığı, xədimlərin təbiri ilə olacaq. Pis pis pis. Pis pis.